Peyğəmbər gəldi Həzrət Zəhranın evinə. Gəlin köçdüyü gün. Gördü ki, Həzrət Zəhra oturub yamaqlı paltarda. Gəlin paltarı yamaqlıdır bəy evində. Dedi, qızım, sənin əynində gəlinlik libası var idi. Bəs bunu neynədin? Deyir ki, onu Allah yolunda verdim. Və yamaqlı paltarda gəlir Həzrət Əlinin evinə. Allah qəbul elədi, xoşu gəldi Həzrət Zəhranın bu əməlindən. Cəbrail nazil oldu, dedi, ya Rasulallah, Fatiməyə dinən ki, Allah ondan razı qaldı, onu çox istədi bu əməlinə görə. Dinən, nə istəyir, istəsin, indi verim, indi, nə istəsən. Həzrət Zəhra bir dəqiqə dayanır, deyir, ya Rasulallah, nə qədər fikirləşirəm, bir şeydən başqa arzum yoxdur, o da Allahın cəmalını görmək, Allahı qiyamətdə müşahidə eləmək, Allahın görüşündən ləzzət almaq istəyirəm, başqa heç.